Hammer'in hekayəsində ən böyük dəyişiklik onun mülki bazara çıxması ilə yox, insanların ona necə baxmağa başlaması ilə baş verir. Çünki 1992-ci ildə təqdim olunan H1 texniki olaraq hərbi maşının demək olar ki, dəyişdirilməmiş versiyası olsa da, çox qısa müddət ərzində bu avtomobil öz funksiyasını dəyişərək tamamilə fərqli bir məna qazanır. Artıq məsələ bu maşını sürmək deyildi. Məsələ onun sənin imicini necə dəyişdirdiyi idi. Çünki Hammer getdikcə texniki vasitədən çıxaraq insanın özünü necə təqdim etdiyini göstərən bir simvola çevrilirdi. Və bu simvolun arxasında duran əsas fikir çox sadə idi. Güc. Bu avtomobili alan insanlar əslində sadəcə nəqliyyat vasitəsi almırdı. Onlar başqalarının gözündə necə görünəcəklərini seçirdi və məhz bu nöqtədə Hammer funksiyadan çıxaraq bir mesaj daşıyıcısına çevrilir. Bu artıq texnika deyildi. Bu artıq kimlik idi. Amma burada maraqlı və eyni zamanda təhlükəli bir paradoks yaranır. Çünki bu maşın nə qədər populyarlaşırdısa, bir o qədər də öz ilkin məqsədindən uzaqlaşırdı. Və H1 hələ də gündəlik həyat üçün uyğun olmayan, ölçüsünə görə çətin idarə olunan və yüksək yanacaq sərfiyyatı ilə seçilən bir avtomobil olaraq qalırdı. Buna baxmayaraq insanlar onu seçirdi, çünki bu seçim artıq məntiqlə yox, hisslərlə verilirdi və bu hiss insanın digərlərindən fərqli görünmək istəyindən doğurdu. 1999-cu ildə AM General Hammer brendinin satış və marketinq hüquqlarını General Motors şirkətinə ötürürdü və bu hadisə zahirdə sadə biznes qərarı kimi görünsə də, əslində hekayənin istiqamətini tamamilə dəyişir. Bu andan etibarən Hammer artıq məhdud istifadə üçün nəzərdə tutulmuş hərbi maşın yox, kütləvi bazar üçün hazırlanacaq bir layihəyə çevrilir. Və bu layihənin məqsədi çox aydın idi. Müharibədə yaranmış o güc hissini gündəlik həyata gətirmək və onu mümkün qədər çox insana satmaq.